Bu depoda məhz vaqonların əsaslı təmiri həyata keçirilir. ...145 yaşlı dəmiryol sənayesi son 20 ildə böyük inkişaf yolu keçib. Məsələn, elə sürətli qatarların istifadəyə verilməsi bu inkişafın əsas hissəsidir. Əhalinin rahat səyahətini təmin edən qatarlara texniki nəzarət isə mütləqdir. Vaqonlar gəlir ildə bir dəfə depo təmirinə, 5 ildən də bir əsas təmirə gəlir. Yəni burada görülən sonra təmirə gələndə sexin çölündə qumlama aparılır. Qumlama apardıqdan sonra orada rənglənməyə verilir. Burada rənglənir. Sonra başlanır vaqonların daxili avadanlıqlarının işlənilməsi. Ötən əsrin 30-cu illərindən fəaliyyət göstərən Bakı Vaqon Deposunda hər ay 10-a yaxın vaqonun təmiri həyata keçirilir. Hər bir vaqonun təkərlərindən tutmuş, elektrik sistemlərinə qədər ən xırda detal belə yoxlanılır. Vaqonlardan avtoqoşqular təmirə gəlməmişdən qabaq burada çıxarılır. Burada diaqnostik göstərilir. Əgər nasazlıq, çat varsa bu stentdə, çat varsa bu istismardan silinir. Sonra göndərilir qaynaq sexinə, orada qaynaq təmir edir. Sonra burada yon olur. İstifadədə yarası orada istismardan o silinir. Vaqonlar təmirə gələndə bu araba hərəkət edilsələr çıxarılır, verilir bura. Bura verilməmişdən qabaq verilir yuyulma sexinə. Burada yuyulur, sonra verilir təmirə. Burada lazımı detallar dəyişdirilir, təkər cütlər dəyişdirilir. Bütün ehtiyat hissələri yenisi ilə əvəz olunur və vaqonun altına ötürülür. Bütün proseslər həm beynəlxalq, həm də yerli normativlərə əsasən aparılır. Vaqonların bu cür dəqiqliklə yoxlanması isə sərnişinlərin təhlükəsizliyi üçündür. Vaqon depo təmirinə daxil olan zaman avtomobilçilərin tam müayinəsini aparırıq. Hava kəmərlərinin, hava paylayıcı cihazların, daha sonra ehtiyat hava çəninin və silindrin müayinəsini apardıqdan sonra aşkar etdiyimiz nasazlıqları aradan qaldırmaq üçün açılaraq bizim növbəti seximizdə təmirə daxil olur. Təmirdə tam təmir olunduqdan sonra təzədən hərəkət heyətinin üzərinə qaytarır. Depoda təmir işləri paralel şəkildə icra olunur. İşin əsas hissələrindən biri də vaqon daxili təmirdir. Əsas təmir hissəsi onun istilik qazanxanasından başlayır. Əvvəlcə ona vaqon təmirə gələrkən onun qazanxanasına su vurulur, onun boruları yoxlanılır, çürük hissələri çıxarılır, yenisi ilə əvəz olunur. Növbəti mərhələ yataqların təmiri ilə əlaqədardır. Burada xarab olmuş, cırılmış üzlüklər yenilənir, təzəsi ilə əvəz olunur. Masalar hamısı yoxlanılır, yəni yağlanır və normal işləy vəziyyətə gətirilir. Pəncərələrdə çat olarsa, rezinləri quruyarsa, xarab olarsa onlar dəyişdirilir, yeniləri ilə əvəz olunur. Bizim iş birisimiz akkumulyator sistemini yoxlamaq, cərəyanını yoxlamaq və yararlıdır, yararsızdır aşkar edib, onları yenisindən əvəz eləməkdir. Tester vasitəsilə baxırıq, görürük, əgər burada gərginlik azdırsa, deməli biz bunu qoyuruq cərəyan yığmağa. Yoxlamaq üçün vermişik oraya, baxa bilərsiniz indi. İşığı vermişik içəri. İndi kondisioner qoşulub, hamısı bütün kondisioner işıqlanma sistemi qıraqdan götürülmüş gərginlik vasitəsilə yoxlanılır. Hazırda olduğumuz yataq tipli vaqonda bütün təmir işləri yekunlaşıb, bir neçə gündən sonra artıq reysə buraxılacaq. Qeyd edim ki, aparılan təmir işləri yalnız texniki məsələ deyil, bu birbaşa həyat və təhlükəsizlik məsələsidir. Vüsal Arifsoy, Emin Tağıyev, Telesəhər.